ben inanıram. Ben tam inanıram ki her şey adalet namına değişecek bu ülkede. Mütlak. Siz gelecekte hala gidip öz güzel Göyçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Salam, değerli auditoriya, müəllimlərimiz, tələbələrimiz və dəyərli Monitoring TV-nin izləyiciləri. Bugün bir qədər fərqli üslubda görüşünüzə gəlmişik. Bu fərqli üslub ondan ibarətdir ki, biz istəyirik ki, biz danışıqlarımızı böyük auditoriya, izləyicilər, dəyərli Monitoring TV-nin izləyiciləri, televiziya izləyicisi olaraq dinləyəcək. Amma eyni zamanda biz bir auditoriyada bizim tələbələr və müəllimlərlə birgəyik və bugünkü qonağımız filologiya elmlər doktoru, professor, çox dəyərli Qərbi Azərbaycan toponimlərinin araşdırıcısı İbrahim Bayramovdur. Və İbrahim müəllimdən xahiş edəcəm, mövzunun ümum məqsədimizə dair öz fikirlərini desin. Amma ümum mövzumuz yenə də öz platformamızda irəli Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycana doğru gedəcəyimiz yolun mücadeləsində göstərdiyimiz çabalar, hansı mücadilələr eləyirik, hansı variantlarda eləyirik, hansı yollarda eləyirik və 2022-ci il 24 dekabrda Cənab Prezidentin bizə Qərbi Azərbaycanlı bir qrup ziyalı ilə görüşündə dediyi kimi, biz yalnız mənbələr üzərindən, xəritələr üzərindən, biz yalnız elmə əsaslanan variantlarla və informasiya bolluğu ilə öz məqsədimizə nail olacaq. Dədə-baba torpaqlarımıza, Qərbi Azərbaycana qayıdacaq. Xoş gəlmisiniz İbrahim müəllim. Təşəkkür edirəm Mayra xanım. Mən sizin fikirlərinizi dinləmək istəyirəm. Auditoriya üçün də maraqlı olsun. İbrahim müəllim, niyə Qərbi Azərbaycanda onomastik vahidləri dəyişməyə can atırdılar? Erməniləşdirirlər. Səbəbi nə idi? Niyə eləyirdilər? İlk növbədə Mayra xanım sizə təşəkkür edirəm. Monitoring televiziyasının da addımları xeyirli uğurlu olsun. Dəvət etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm. Qərbi Azərbaycanla bağlı Azərbaycan məkanında, sosial şəbəkələrdə aparılan müsahibələr, olan verilişlərin hər biri Qərbi Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması üçün ən mühüm vasitələrdən biridir. Dediyiniz kimi Cənab Prezident Möhtərəm Ali Baş Komandan İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan icmasında bir qrup Qərbi Azərbaycan ziyalılarının görüşündə, orada siz də var idiniz və mən də iştirak edirdim. Proqram xarakterli çıxışından və istiqamət verici yol xəritəsindən sonra Qərbi Azərbaycan həqiqətlərinin geniş dünya miqyasında çatdırılması üçün geniş imkanlar yarandı. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Və Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların elmi istiqamətdə getməsi üçün Cənab Prezidentin çıxışı bizə istiqamət verdi, bizə yol göstərdi və bu sahədə də aparılan 22-ci ildən sonra aparılan tədqiqatların hər biri elmi həqiqətlərə, elmi mənbələrə söykənir. Cənab Prezidentin dediyi kimi sənədlər var, kitablar var, xəritələr var. Bunların hamısı Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Və mən istərdim ki, çıxışımın öncəsi belə bir fikri çatdırım. Çox təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyanın coğrafiyadan biliyi çox məhduddur.
Onun sosial şəbəkələrin birində rast gəldim ki, Qərbi Azərbaycan dedikdə Gədəbəyi, Qazağı, Daşkəsəni başa düşmək lazımdır. Gəncə görünür, baş nazirin coğrafiyadan həmin dövrdə oxuduğu çox bəsit olub. Biri var Azərbaycanın qərbi, biri var Qərbi Azərbaycan. Azərbaycanın qərbi bəli, Gədəbəydir, Qazaxdır, Gəncədir, Daşkəsəndir. Amma Qərbi Azərbaycan artıq coğrafi bir məfhumdur. İndiki Ermənistanın ərazisini tam ehtiva edir. Bir faktın üzərində istərdim ki, dayanım ki, dinləyicilər həm də televiziya tamaşaçılar üçün tam aydın olsun. Şimali Azərbaycan var. Azərbaycanın şimalı demirik, Şimali Azərbaycan var. Cənubi Azərbaycan var. Əgər Şimali Azərbaycan, Cənubi Azərbaycan varsa da Qərbi Azərbaycan da var. Qərbi Azərbaycan İrəvan xanlığının ərazisini əhatə edir. Bugünkü Ermənistan adlanan dövlət ilk dəfə ermənilərin dövləti kimi 1918-ci ildə Daşnak Ararat Respublikasının yaranması ilə 1918-ci ildən başlayır. Sonra o Sovet Rusiyasının əli ilə yaradıldı. Ümumiyyətlə Bolşevizm və Çarizmin birgə siyasəti Qafqazda, Cənubi Qafqazda ermənilərin demografik vəziyyətinin onların xeyrinə dəyişdirilməsi üçün çox böyük cəhdlər edir. Sonradan Sovet Rusiyasının əli ilə 1920-ci il noyabr ayının 29-unda Ermənistan SSR adlanan dövlət yarandı və bugün onun 29,74 kvadrat kilometr ərazisinin tam əksəriyyəti Azərbaycan torpaqlarının ərazisinə əhatə edilir. İkinci bir növbədə hər bir ərazinin tarixini öyrənmək üçün bir neçə mənbəyə fikir vermək lazımdır. O mənbələr ki, ərazinin kimə mənsub olduğunu göstərən ən mühüm etibarlı qaynaqlardır. Birinci növbədə arxeoloji tədqiqatların aparılması. İkincisi, maddi mədəniyyət nümunələri. Üçüncüsü, hörmətli Mahirə xanımın dediyi kimi toponimlər. Toponimlər ərazinin kimliyini göstərən onun pasportudur. Və Qərbi Azərbaycan ərazisinin də Azərbaycanlılara məxsus olduğunu göstərən iki mühüm amilin üzərində dayanır. Bir, etnik tərkibini, ikincisi toponimləri. Etnik tərkibi baxımından biz bu sayədə aparılan araşdırmalarda ilk növbədə erməni və rus dilli mənbələrə əsas gətiririk. Niyə? Çünki oponentlərimiz, erməni şünaslar, erməni şünaslıqda bizim fikrimizi təksib edən ikinci bir faktı ortaya qoymasınlar. Erməni mənbələri hansılardır? Zaven Qorqodyanın 1831-1931-ci ildə Sovet Ermənistanın əhalisi 100 illik bir dövrü. İkincisi, 1986-cı ildə başlayaraq və sonuncusu 1991-ci ildə çap olunan 5 cilddən ibarət Ermənistan və ətraf vilayətlər toponimlər lüğəti. Üçüncüsü, Chopin'in əsərləri, sonra Kafkazski kalendar svodlardır. Və Ermənistan adlanan indiki ərazinin üzərində, toponimlər üzərində müşahidələrimiz və elmi araşdırmalarımız və bu elmi araşdırmalarımızın kökündə də Azərbaycan şünaslıqda Həsən Mirzəyev, filologiya elmləri doktoru, şöhrət ordenli, əməkdəri elmi xadimi, Allah qəni rəhmət eləsin, onun tədqiqatlarının istiqamətində irəliləyərək Qərbi Azərbaycanın toponimləri vasitəsilə ilə onun ərazinin köklü sakinləri Azərbaycanlı olduğunu biz aydın surətdə elmi ictimaiyyətə çatdıra bilirik və eyni zamanda oponentlərimizə, həm erməni tədqiqatçılarına, həm də ermənilərə, ifadəmə görə üzr istəyirəm, züh tutanlar Avropada da Ermənistanı müdafiə eləyənlərə çatdırır ki, bu ərazinin köklü sakinləri Azərbaycanlılardır. Sübut eləyən toponimlərdir. Ümumiyyətlə, Qərbi Azərbaycan ərazisində erməni mənbələrində göstərilir 2310 toponim, hansı ki 1932-ci ildə qeydə alınıb və onun üzərində biz müşahidələr apardıq və onların 2310 olduğunu bir və bir təvəzzökarlıqdan uzaq olsa da əlimizlə saydıq. 2310 toponim üzərində tədqiqat apardıq və onun 2000-i sırf türk mənşəli olduğunu göstərdi. Əgər ərazinin köklü sakinləri Azərbaycanlılarsa bu təbiidir. Burada bir erməni mənşəli toponimə rast gəlmədik.
Niyə? Çünki ermənilər indiki Ermənistan adlanan əraziyə, yəni Qərbi Azərbaycan ərazisinə 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra köçürülüb yerləşdirilmişdi. İrandan və Türkiyədən. Çox üzr istəyirəm İbrahim müəllimin söhbətinizə müdaxilə edirəm. Çünki çox maraqlı mövzu və maraqlı məlumat verirsiniz. Məsələ burada ki, bizim universitet fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qarşısında bir xəritə asılıb. Bu Rus hərbiçilərinin hərbi xəritədir o əslinə qalsa və 1903-cü ildə İbrahim müəllim 1903-cü ildə siz oxuyun və Qərbi Azərbaycanın coğrafiyasını orada açıq-aydın görəcəksiniz. Hətta toponimlərində, hidronimlərində, yəni Göyçə sözünün erməniyə aidiyyatı yoxdur. İbrahim müəllim dediyi faktlar, İbrahim müəllim sırf araşdırıcıdır o sahənin. Gözəl faktlar deyirsə, İbrahim müəllim, mən kiçik bir qeyd eləmək istəyirəm. Eyni zamanda Qərbi Azərbaycan, Azərbaycan torpaqları olmasını inkar edən bir erməni belə yoxdur. Ola bilməz. Tez-tez siz sosial şəbəkələrdə görürsünüz ki, yazırlar ki, bizim deyil, bu torpaq alimlər yazırlar. Amma əsrin əvvəllərində, 20-ci əsrin əvvəllərində müəyyən təzyiqlər nəticəsində həmin torpaqları mənimsəyiblər. İbrahim müəllim, siz də, mən də tədris eləmişik 1905-ci il əsərini Cəfər Cabbarının bir erməni qonşu, bir müsəlman, tatar, türk, hər cür adlandırıblar, qonşunu öldürür və atışma başlayır. Əsər yadımızdadır hamımız. Amma biri Eyvaz Əsriyan və yaxud da əsərin digər təəssüf ki, Eyvaz Əsriyandır, deyir ki, atan Kazaklardır. Yəni, nə ermənidir, nə Azərbaycan. Erməni bilir bura Azərbaycan. Dərəl-Əzin erməniyə nə aidiyyatı var axı? Oradakı abidələr var, Alban məbədləri var, oradakı vənklər var, pirlər var, ziyarətgahlar var, toponimlər var, məzarlıqlar var. Bunlar hamısı sübut edir ki, bu torpaqlar Azərbaycan Oğuz türklərinindir. Erməni də bunu bilir və biz də yaxşı bilirik. Amma erməni bilməyə qoymayan qüvvələr atan Kazaklardır. Bu gün də İbrahim müəllim qeyd elədiyi kimi dəstəci tutanları var, dəstəkçiləri var, uzaqdan bəhbəh deyənləri var və bunlar da xəyalpərəst bir millət olduğuna görə bilirsiniz, insan öz yalanına vay o günə ki, insan öz yalanına inana və inandırmağa çalışa. Bundan böyük bədbəxtlik yoxdur. Ermənilər də bugün siz dediyiniz kimi o günədir. İbrahim müəllim, bu adları erməniləşdirmə prosesində bəhanə nə idi ki, nə bəhanə qoyurlar? Mayraq xanım, təşəkkür edirəm bir daha istiqamət verdiyiniz üçün. İlk növbədə elə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bilavasitə sizin dəstəyinizlə, tövsiyənizlə açılıb çox uğurlu fəaliyyət göstərir və həmin Araşdırmalar Mərkəzinin həm jurnalı, həm qəzetinin çap olunması bizim həqiqətlərimizin mətbuat vasitəsilə geniş oxucu kütləsinə çatdırılması üçün geniş imkanlar yaradır. Və həmin xəritə bizə çox gözəl faktlar verir və cənab prezidentin fikri var. Dediyi kimi sənədlər var, xəritələr var. Həmin xəritələrə istinad eləyəndə görürük ki, orada bir dənə belə erməni mənşəli ada rast gəlmirik. Ümumiyyətlə, Qərbi Azərbaycan ərazisindəki toponimlər mənəvi genosidin qurbanıdır. Niyə belə deyirik? Ümumiyyətlə, Qərbi Azərbaycan ərazisindəki toponimlərin yer üzündən silmək, onun üzərinə ermənilər tərəfindən səlib yürüşünün təşkil edilməsi məqsədli sürətdə həyata keçirilmişdir. Bu məqsədli dedikdə nəyi nəzərdə tuturuq? Bildiyimiz kimi, ermənilər bugün də
çalışırlar, vuruşurlar, yalanlarını həqiqət kimi ictimaiyyətə, öz auditoriyasına sırmağa çalışırlar və toponimləri bəs niyə dəyişdirirsiniz? Əgər siz buranın köklü sakinisinizsə, bu toponimlər sizindirsə də, onda toponimlərin üzərinə niyə hücuma keçirsiniz? Və bu da onu göstərir ki, erməni adları ilə Azərbaycan mənşəli, Türk mənşəli toponimlərin dəyişdirilməsi Azərbaycanlıların həmin ərazinidə yaşamadığını gələcək nəslə çatdırmağa xidmət edir. Və bu da məqsədli şəkildə edilir. Təsəvvür eləyin ki, son dövrdə apardığımız tədqiqat nəticəsində 1935-2006-cı illər ərzində Ermənistan İstişare Ali Sovet Rəissiyyət Heyəti 1991-ci ilə qədər, 1991-ci ildən 2006-cı ildə isə Ermənistan Milli Məclisi parlamenti 80 dəfə fərman verib, 80 dəfə. Ali Sovet. Bəli, 80 dəfə ad dəyişmə ilə bağlı fərman verib. Heç bir demokratik dünyada və heç bir ölkədə bu qədər ad dəyişmə ilə bağlı fərman imzalanmayıb. Təkcə 1935-ci ildə 4 dəfə ad dəyişmə ilə bağlı fərman imzalanıb. Məqsəd də dediyimiz kimi Azərbaycanlıların həmin ərazidə yaşadığını inkar etməyə. Məsələ buradadır ki, fərmanı verəndə nə ilə əsaslandırırlar? Əsaslandırırlar ki, bu adlar dini məzmun daşıyır və ya köhnənin qalıqlarıdır, feodal patriarxal qayda qanunları özündə əks etdirdiyinə görə. Amma Dərələyə sözünün, Göyçə sözünün nə dini aidiyyəti var, nə də feodalizmə aidiyyəti var. Yəni bu əsaslandırılmamış bir qanun idi, sadəcə qanun idi. Ona görə deyirlər ki, yəni don geyindirmək deyək də buna, don geyindirirlər, belə deyək. Çox sağ olun İbrahim müəllim. Bir məsələni istədim Mahirə xanımı yeri gəlmişkən deyim. Məsələn, Ağbabada Xozu kəndi olur. Xozu kəndi Quzu kəndi elədilər. Amasya rayonunda. Niyə Xozunu Quzu elədilər? Ümumiyyətlə, üzr istəyirəm, erməni dilində dönə-dönə Xozu deyəndə bir heyvanın adını, donuzun adını mənasını verir. Lakin elə deyil. Xozu Oğuz tayfasının adını əks etdirir və bu yolla o tarixi həqiqəti Oğuz tayfasının türk mənşəli ad olduğunu inkar edir. Və yaxud da ki, adicə Dərəşçək adını gözəl və Caqqozor elədilər, erməniləşdirməyə xidmət edilər, hərfi tərcümə. Demək, onlar bir neçə istiqamətdə adını gətirir. Və Hüseynqulu Ağalı kəndinin adını bizim xoşumuza gəlmək üçün Nərman Nərmanovun adını Nərmanlı elədilər. Cəlaloğlu'nun adını Stepanovan elədilər. Yəni bu yolla Sptakın, hamamlının adını Sptak elədilər. Və Zəngibasarın adını Masis elədilər. Dərələyəzin adını Bayçazor elədilər. Bəli, Caqqazor elədilər. Bayçazor elədilər. Yəni axır kökündən əlamət qalır. Orada Paşalı olub, Keşkənd olub. Bunların hamısının açımı da Türk dillərinin, Azərbaycan dilinin əsasında izah edilir. Bu yollarla tarixi həqiqətə həm kölgə salırlar, həm də tarixi həqiqətin bir növ saxtalaşdırırlar. Bu da erməni xüsusiyyətinə aid olan həm tədqiqatçılara, həm də ki, ictimaiyyətinə aid xas olan bir xüsusiyyətdir. Çox təşəkkür edirəm İbrahim müəllim. Siz də, mən də və dəyərli auditoriyada güman edirəm ki, bu verilişimizin çəkilişi zamanı müəyyən bilgilər əldə etdilər və ya müəyyən bir bilgiləri almağa maraq yarandı ən azı. Amma istəyirəm ki, siz İbrahim müəllim və ya Mahirə xanım buradaykən soruşmaq istədiyiniz nə varsa buyurun, biz hazırıq. Qərbi Azərbaycanın zəngin mətbəxi, folkloru, adət-ənənələri, nə qədər desəz zənginlik bir zəngin xəzinədir, suallar verə bilərsiniz. Amma mən geri gəlmişkən onu da vurğulamaq istəyirəm. Qərbi Azərbaycan ayrılıqda bir dünya deyil. Qərbi Azərbaycan bütöv Azərbaycanımızın bir hissəsidir, tərkib hissəsidir. Biz bütöv Azərbaycan, Azərbaycanımızın bütövlüyü üçün mücadilədəyik. Və vaxt var idi, dəyərli auditoriya, hər birimiz Qarabağlıydıq deyə görə, çünki Qarabağımız
işğal altındaydı, düşmən əlindəydi və biz oğullarımızı, qardaşlarımızı döyüşə göndərdik və 1000-ə yaxın Qərbi Azərbaycanlı övladların əksəriyyəti də məhz Qarabağ döyüşlərində şəhid oldular, qazi oldular. Mən dəqiq miqdar demirəm, amma onu deyirəm ki, heç vaxtı onlar Qarabağ üçün döyüşə getməkdən zövq alıblar, imtina etməyiblər və yaxud da necə deyirlər, bir üzlərini bir turşutmuyublar. Mümkün olan şey deyil. Çünki onları doğan, dünyaya gətirən analar, atalar həmişə at belində mənfurlara qarşı döyüşdə olublar. Və Qərbi Azərbaycan deyəndə, Qərbi Azərbaycan bir qədər ola bilər ki, sizə elə gələr ki, bəlkə də biz nəsə anlaşılmaya bilər, yəni bu mövzu. Amma bilin ki, bir ölkənin İbrahim müəllim bayaqları gözəl vurğuladı. Əgər şimalı, cənubu, şərqi varsa, deməli qərbi də var. Deyirik ki, bütün Azərbaycanın cənubu da və şərqi də işğal altındadır. Gün olacaq ki, bu qəhrəman xalq, bu igid xalq, bu cür oğulları olan, Poladı olan, İlqarı olan, Xudayarı olan minlərlə şəhidləri, qanlarını torpağa qatıb vətən edən şəhidlər bir gündə onların övladları, onların nəsilləri, bizim nəsillər mücadiləyə qoşulacaqlar, vətənimizin tam bütöv Azərbaycan uğrunda o mübarizəni başa çatdıracaqlar. Onlar siz olacaqsınız. Çünki gənclər gələcəkdə mübarizə aparan, bayraqları həmin yerlərə taxan, təkə dondurana taxan, Göyçə gölünün ətrafında məclis quran siz nəsil olacaqsınız. İbrahim mən biz də getsək pis olmaz. Amma hər halda biz gedəcəyik, ona əminik. Əminik ki, biz gedəcəyik. Bir daha dəyərli tamaşaçılarımıza, Monitoring TV-nin tamaşaçılarına, bir daha sizlərə, dəyərli müəllimlərimizə və dəyərli tələbələrimizə sağ olun deyirəm. Mövzuda bir daha görüşmək ümidi ilə hər birinizə bir daha bəyan edirəm. Deyirəm ki, biz bugün burada vətən söhbəti edirik. Ondan ali, ondan müqəddəs, ondan uca, ondan möhtəşəm, ondan əzəmətli dünyada heç nə yoxdur. Yəni, öncə vətən, ilk olaraq, hər şeydə baş vətəndir, bir parça daş vətəndir. Bir daha sağ olun, təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirik. Sağ olun, İbrahim müəllim, var olun. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq.